Qızın dərdi olanda neyniyər? Qız uşağı həmişə atasını gözləyər. Atam işdən gəlsin, sözümü ona deyim. Elədir də, qız uşağı həmişə dərdini atasına deyir. Atasına şikayət edir. Deyir, o qovğanın, qiyamətin içində bir balaca qız uşağı ayrıldı, qaçdı atasının cənazəsinə tərəf. Fəryad elədi, ata görmürsən neynirlər? Sən necə razı olursan? Görmürsən necə bizi vururlar? Deyir, üzünü qoydu o kəsib boğaza. Buna heç kəs nağıl deməsin. Kəramət görsənib İmam Hüseynindən neçə dəfə. Bir də budur. Deyir, kəsib boğazdan səs çıxdı ki, mənim salamımı tərəfdarlarıma çatdır. Bizi sevənlərə çatdır. Denən nə zaman sərin su içdilər, məni yad eləsinlər. Denən nə zaman bir qəribə göz yaşı tökdülər, əvvəl məni ağlasınlar. Nə zaman şəhid cənazəsi gəlsə, xalqımız gördünüz,